Dostlar, deməli, Xaçmazda Xaspolodova kəndi ərazisindəki Qudiyal çayı üzərindəki bu avtomobil körpüsü ötən gün axşamdan bağlanıb. Səbəb isə körpünün qəzalı vəziyyətə düşməsidir. Yəni burada görürsünüz, dayaqlar, sel dayaqlarda fəsadlar yaradıb və artıq avtomobillərin körpünün üzərindən keçməsi ciddi təhlükə yaradır. Hər an körpü uça bilər. Ümumiyyətlə bu körpü 3 il əvvəl də belə bir selin qurbanı olmuşdu. Sel burada ciddi fəsadlar törətmişdi. Dayaqların dibini yumuşdu və körpü gördüyünüz kimi bu cür qəzalı vəziyyətə düşmüşdü. Son günlər gələn sel isə artıq tamamilə körpünü təhlükəli vəziyyətə salıb. Hazırda körpünün şimal istiqamətində olan 10-a yaxın kənd var burada. Əhmədoba, Hacı Əhmədoba, Xaspolodova, Bəbəli, Gəncəli, Əzizli, Hacı Əhmədoba və digər kəndlər. 10.000-ə yaxın sakin yaşayır orada. Onların rayon mərkəzinə gəlişi, gedişi çətinləşib. Onlar alternativ yollardan istifadə edirlər. Bu da 10 kilometrlərlə əlavə məsafə deməkdir. Əsas da kənd yeri olduğundan bu kəndlər artıq aqrar işlər, kənd təsərrüfatı işlərinin qızğın çağı başlayır. Ot biçini, bağlara qulluq və bu da onların işini biraz da çətinləşdirir ki, bu işlərin qızğın vaxtında bu körpüdən istifadə edə bilməyəcəklər. Əraziyə baxış keçirildi. Fövqəladə Hallar Nazirliyinin, Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidə idi. Baxdılar və indi onlar qiymətləndirmə olacaq və qərar veriləcək ki, körpü necə, nə vaxt təmir olunsun. Amma məndə olan məlumata görə körpü qısa zamanda körpüdə təmir işləri başlanılır və qısa zamanda yekunlaşdırılacaq. Xaspolodova kəndində sel suları bir neçə ev içində fəsadlar yaradıb. Evlərin çayında suyun səviyyəsinin qalxması səbəbindən sahili yuyub və evlərin uçub dağılmaq təhlükəsi var. Sonradan komissiyanın nümayəndələri həmin əraziyə baxış keçirmək üçün getdilər. Gördüyünüz kimi körpüdə dayaqların, sel sularının dayaqların dibini yuması nəticəsində belə bir vəziyyət yaranıb. Körpünün üstündə də bu fəsadları görmək mümkündür. Polis naryadları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun nümayəndələri ərazidə post qurublar və körpüdə nəzarət edirlər ki, avtomobillər keçməsin. Son zamanlar ümumiyyətlə körpülərdə selin fəsadları tez-tez rast gəlinir. Qubada Nüqədi kəndində, indi də Xaçmazda Xaspolodova kəndində.